Salam, bu videoda mən göy qutabı hazırlayacağım. Bunun üçün əvvəlcə qaba 4 stəkan un, 1 yemək qaşığı duz və kifayət edənə qədər su əlavə edib yoğururam. Üzərini stresləyib göyərtiləri doğrayıram. İstifadə etdiyim göyərtilər: şüyüd, yaşıl soğan, ıspanaq, keşniş və dağ keşnişi. Kündəni yayıb göyərtiləri əlavə etdikdən sonra zövqə görə duz səpirəm, daha sonra bu şəkildə bükürəm. Sacın üzərində hər iki tərəfini bişirirəm. Ərinmiş kərə yağı ilə üzərlərini yağlayıram. İzlədiyiniz üçün təşəkkür edirəm.